Bugünə qədər haqqında video çəkdiyim kitablar və filmlərin əksəriyyətində demək olar ki, lukizm mövzusu var idi. Lukizm nədir? Gözəllik qərəzi kimi də tərcümə olunur. Çünki bu anlayış günümüzdə çox müzakirə olunur. Çünki biz toplum olaraq estetik əməliyyatlara bizim qızlarımız çox meyillidir və əsasən şərq toplumunda belə şərq toplumundakı qadınların belə qayğıları olur. Avropa isə əslində gözəllik uğrunda, gözəllik qayğısından dolayı əslində daha faciəvi hekayələri var, izləri var. Bunların məsəl üçün korsetlər geyinilirdi, Viktoriya dönəmindəki qadınların qabırğaları sıxırdı və yaxud da ki Çində, orta əsrlərdə Avropasında, Asiyasında, yəni çox müxtəlif, tutan Çində belə qadınların ayaqları kiçik ölçüdə olsun deyə onların ayaqlarına yeriyə bilməyəcək qədər sıxlıqda şəkilləndirilirdi və yaxud da hətta Afrika qəbilələrində belə görürük ki, boğazları uzun olsun deyə onlara boğazlarına həlqə kimi bir şeylər taxılır. Yəni bütün toplumların aşağı-yuxarı, özəlliklə də qadınlar üzərindən bir gözəllik qayğısı olur. Bu təbii ki, bu qədər, yəni özgüvən məsələsi deyə biləcəyimiz qədər səthi bir yanaşma deyil. Estetik eləyən qadınlar qeyri-ciddi qadınlardır. Biz onları əksər halda belə lağa qoyuruq. Niyə bu qədər dolğu eləmirsən və yaxud da ki, burun əməliyyatı standart çəkildi Azərbaycandakı qadınların 80% demək olar ki, əməliyyat elətdiribdir. Mən düşünürəm ki, bu mövzu əslində bu qədər səthi deyil. Çünki biz müzakirə eləyəndə davamlı olaraq eyni bir-birimizi təkrarlayırıq bu mövzularda. Substance filmi haqqında, məsələn, body horror janrındaydı, bədən qorxusu janrında çəkilmiş film var idi. Orada da danışmışdım. Qadınlar estetika elədikcə, özəlliklə bir yazarın belə bir təsviri var idi, yadımdan çıxıb kimin sözüdür, amma deyirdi ki, dünyada ən böyük tragediya gözəl bir qadının yaşlanmasıdır. Yəni bundan daha böyük bir dram təsvir eləmirdi. Həqiqətən də gözəlliyi ilə həmişə cəmiyyət tərəfindən diqqət görən, onaylanan qadınların yaşlanması, yaşlanaraq da təbii ki, təbiət də qadın və kişini hətta bu mövzuda belə ayırır. Kişilər yaşlandıqca daha olgunlaşırlar, daha yaraşıqlı olurlar. Qadınların zaman belə qadınların belə deyək, əksinə işləyir, ziddinə işləyir. Qadınlarda əksinədir və yaşlandıqca da cadılar, orta əsrlərdəki cadılar, ifritələr barədə video çəkəndə də demişdim ki, əksər hallarda o qadınlar kimlər olur? Bildiyimiz kimi, yəni orta əsrlərdə məhkəmələr var idi, cadügar məhkəmələr var idi. Bu məhkəmələrdə kimlər öldürülürdü? Cadügar elan edilən qadınların özəllikləri təbabətlə məşğul olurdular, tutalım. Doğuşlar edilirdi, qadınlar o dönəmlərdə, uşaqlar ölürdü və yaxud ki, qadınlar ölürdü. Bu qadınlar tibblə, təbabətlə məşğul olub, otlarla, bitkilərlə bir xəstəliklərə və yaxud da ki, doğuşlara çarələr tapırdı və bilgili olduqları üçün, məsələn, cadügar adlandırılırdılar və əsasən patriarxal toplumun evlənmədikləri üçün subay qadın təhlükəli hesab edilirdi, bilgili qadın və ən əsas özəllikləri də yaşlı qadınlar. Yəni, nağıllarda belə bunun müşahidə edə bilərik ki, əsasən cadügar burunları, cadügarların iri burunları olur, hətta yanaqlarında iyrənc ətxalları olur. Görünüş olaraq çox çirkin obrazlar olurlar. Özəlliklə dediyim kimi, yəni yaşlı olmaları vurğulanır hər dəfə. Yəni bir gözəllik algısının, hətta mifologiyalarda, nağıllardan belə bu gözəllik algısının toplumlarını oxumaq olar. Demək, əslində dediyim kimi təkamülümüzdə də, sosial həyatımızda da, eləcə də hüquq sistemində gözəlliyin, görünüşün bir təsiri olur. Məsələn, Nietzsche deyirdi ki, estetikanın, hüququn daha doğrusu estetik sərhədləri var. Məsələn, sən bir böcəyi öldürsən, İnsan və Pek İnsanca kitabında deyirdi ki, sən bir böcəyi öldürsən, qəhrəmansan, yəni heç kim sənin bir böcəyi öldürdüyündə gəlib günahlandırmır və yaxud da ki, digər iyrənc bir hesab elədiyimiz bir heyvanı ki, bunlar da alğı məsələsi təbii ki. Amma bir kəpənəyi öldürsən, səni qınayacaqlar. Nəyə görə? Burada tamamilə bir estetik dəyər, estetik alğı yaranır ki, kəpənək görünüş olaraq gözəl bir böcəkdir, amma digər böcəklər, görünüşü çirkin olan böcəkləri, heyvanları öldürərək qəhrəman olursun. Məsələn, milçəyi öldürürük, tutalım. Və heç kim buna görə də vicdan azabı çəkmir bir milçəyi öldürdüyü üçün.
Deməli, yəni bunu əslində 1974-cü ildə Albert Efron adlı bir tədqiqatçı bu sahədə, yəni hüquq sahəsində məhkəmələrə gözəllik anlayışının birbaşa təsiri barədə tədqiqatlar aparıbdı. Efron tədqiqatı adlanır bu tədqiqatda. Deməli, məsəl üçün bu Efron tədqiqatını oxuma eləsək mənim ən çox belə təəccübləndiyim Ted Bundy var idi. 30-dan çox silsilə qətllər törətmişdi, hansı ki qadınları öldürürdü. Və məhkəmədə bu adam, biri var ki, yəni heç kimin cinayəti isbatlanana qədər, yəni hər kəs şübhəlidir, cinayətkar deyil. Amma bu adamın cinayətləri sübut edildikdən sonra belə qadınlar o həbsdə olanda belə etirazlar eləyirdi, küçələrə yığışıb etirazlar eləyirdilər ki, onu həbsdən buraxsınlar. Və bu əslində başlı başına bir tədqiqat mövzusu idi ki, bu necə ola bilər? Yəni bu adamın cinayətləri isbatlanılıbdır. Burada sadəcə və sadəcə estetik dəyərlər məhkəməyə, belə deyim, hüquq sisteminə təsirini görürük. Çünki Ted Bundy görünüş olaraq onsuz da bir narsist bir obrazı idi. Çox yaraşıqlı olur və intelligent olur. Eyni zamanda dəblə geyinirdi, özünün ifadə şəkli çox güclü idi. Əsasən, yəni onun görünüşünün belə yaraşıqlı olması qadınlar tərəfindən onu şeytani görünməkdən, şeytani obrazdan çıxardırdı. Yəni birbaşa olaraq deməli görünüşün insanlar barədə, insanların hüquq, dəyər algısı barədə təsirlərindən bəhs edən cümlə yenə qura bilmədim. Tədqiqatlar var. Məsələn, bunlardan birisi azyaşlı uşaqları üzərində aparılır ki, çirkin bir adamı görəndə uşaq gülümsəmir. Yəni bu uşağın sonradan formalaşmış bir algı deyil. Biz düşünə bilərik ki, məsələn, bu algı sonradan mı formalaşır, gözəllik algısı, yoxsa bizə doğuşdan mı verilir? Bunu da öyrənmək üçün, yəni uşaqların üzərində tədqiqat aparırlar. Uşaq çirkin bir adamı görəndə məsələn ağlayır, reaksiya vermir, amma gözəl bir üz sima görəndə gülümsüyür. Ədəbiyyatda baxsaq, eyni ilə məsələn Frankenstein barədə danışmışdıq. Gotik ədəbiyyatda Frankenstein özü bildiyimiz lukizmə ən gözəl örnəklərdəndir. Çünki əslində o insanlara yardım edirdi. Yəni belə negativ, təhlükəli, şeytani bir obraz deyildi. Amma görünüşü bədheybət idi də. İnsanlar onu ignor edirlər, diskriminasiya edirlər. Hamı onu görüb qorxurdu. Yəni sırf buradakı səbəb onun insani keyfiyyətləri, xarakteri deyildi. Sırf görünüşü ilə dəyərləndirirdilər. Əslində, yəni bu həm sosial həyatda, həm bizim təkamülümüzdə bu arada deyə bilərik ki, məsələn, kişilər tarix boyu qadınların təbii ki, bilirik, ilk zamanlarda qadınların yeməyin tapılmadığı, yəni acılığın olduğu dönəmlərdə, insanların ovladığı dönəmlərdə necə qadınlara üstünlük verirdilər? İri ətli, iri budlu qadınları sevirdilər. Bunun da səbəbi, yəni hamımızın bildiyi kimi, düşünürdülər ki, şuuraltı olaraq bu qadın demək bacarıqlıdır, gedib yemək tapıb yeyə bilirsə, məndən uşağı olsa, yəni mənim nəslimi davam elətdirsə, bu qadın mənim uşağımı doğsa, o uşaq ölməyəcək, yəni o uşağı bəsləyə biləcək. Yəni bu görünüş algısı belə, bu cür təkamülümüzdə belə rol oynayıbdır və yaxud da ki, məsələn, Hollandiyada o kişilərin uzun boy olması məsələsi də təbii seçmə deyə bilərik. Yəni insanlar, qadınlar şuuraltı olaraq və yaxud da bilərəkdən uzun boylu oğlanları, kişiləri seçirlər və bu səbəbdən də nə olur? Yəni onların nəsilləri, ondan sonraki nəsillər hündür boylu, yaraşıqlı adamlar edilir. Yəni birbaşa təkamülümüzdə insan irqinin artımında, davamında belə gözəllik algısının izlərini görə bilirik və yaxud da ki, heç bir kişi iddia eləyə bilməz ki, məsələn, kişilər həmişə deyirlər ki, qadınlar bizim pulumuza baxır, amma heç bir kişi iddia eləyə bilməz ki, əgər onun eləyə bilər, amma şərtləri çox aşağı olsa, məsələn, heç qadına əl çatan deyilsə onun üçün və yaxud da nə bilim kəndin dibində yaşayırsa, yəni alternativi yoxdursa, bir qadını seçə bilər, ondan övlad dünyaya gətirə bilər, amma ümumilikdə qadınlar, kişilərin də qadın seçimində gözəllik faktoru rol oynayır. Çünki yəni şuuraltı olaraq necə ki qadın düşünür ki, mən pul demək nə deməkdir? Yəni güc deməkdir. Yəni mən pullu kişi sevəcəm, bundan uşaq dünyaya gətirsəm, o uşağı qoruya biləcək. Necə ki ilkin zamanlarda
qadınlar fizioloji gücü önəm verirdilər. Düşünürdülər ki, yəni mən uşağım olsa və yaxud da ki, mənim özümü də fizioloji güclü adam lazımdır ki, vəhşi heyvanlardan, təhlükələrdən qorusun, hücumlardan qorusun, belə deyək. Ona görə nə lazımdır? Yəni fizioloji olaraq bu kişi güclü olmalı idi. Yəni bu qadınların da seçimində var idi, necə ki kişilərin var idi. İndiki zamanda da bu fizioloji güc artıq şəkil dəyişdirib, olubdu pul. Yəni qadın düşünür ki, mənim uşaq dünyaya gətirsəm və yaxud da mənim özümü də bu adam qoruya biləcəkmi? Təbii ki, bu dediyim kimi təbii seçmədir, normal olanı budur. Nə kişiyə, qadına gözəlliyinə görə qiymət verdiyi üçün aşağılaya bilərik və yaxud da onun seçimini tənqid eləyə bilərik. Nə də ki, qadını pul mövzusuna görə, pula dəyər verdiyi üçün tənqid eləyə bilərik ki, İSL-lər bildiyimiz kimi, bu arada İSL-lər artıq Kanadadan sonra bir neçə Birləşmiş Ştatlarda da səhv eləmirəmsə artıq IŞİD kimi bir növ terror qrupu olaraq artıq qəbul edilirlər. Hansı ki, onlar düşünürlər ki, qadınlar sadəcə deməli görünüşə və pula önəm verir. Yəni onlar ortabab görünüşlər varsa və yaxud da ki, boyları ortababdırsa, pulları yoxsa qadınlar onları seçməyəcək və buradan bir ideologiya yaradırlar, təhlükəli ideologiya, qadın düşmanlığı yaradırlar. Təbii ki, bu anlayışda öz-özlüyünə absurdlu bir özgüvən problemidir. Bunu dəstəkləyən kişilərin də əsasən yəni bu tip mövzularda müdafiə edən kişilər öz üstlərində işləməyən, yəni adamlar olurlar ki, adam işləmək istəmir, biri var sənin potensialın olur, şərtlər səni qısıtlayır. Biri var sən işləmək istəmirsən, amma digər kişini, yəni işləyib öz üzərində işləyən, pul qazanan, gözəl qadınları ətrafına toplayan kişiləri qısqanclıq edirsən. Yəni burada əslində bir qısqanclıq, yetərsizlik mövzusu adamın özü ilə və öz həmcinsi ilə əlaqəlidir. Qadınlarla bağlı deyil, yenə də deyirəm. Bu təbii seçmədir. Yəni kişi qadının gözəlliyinə görə onsuz da nə qədər iddia eləsə də ki, yox mən onun qəlbi ruhu sevirəm və s. Yəni təkamülümüzü inkar eləməkdir bu. Görünüş təbii ki, uşaq doğumunda belə, nəslin davam etməsində belə, yəni önəmli bir faktordur. Şuuraltı olaraq da seçimimizdə var. Amma ümumilikdə də normal olan odur ki, gözəl qadını görünüş olaraq gözəllik görmək istəyir və eləcə də qadın pul istəyir. Yəni təkamülümüzdə, sosial həyatımızda, ədəbiyyatda, psixologiyada, hətta ən dəhşətlisi, mənə görə ən dəhşətlisi hüquq məsələlərində, yəni gözəlliyin birbaşa gözəllik algısının müdaxilə eləməsidir. Yəni və yaxud da ki, belə deyə bilərik, əslində bir çox variantlar məhkəmələrlə bağlı, cinayətkarlarla bağlı, məsələn, cəmiyyətdən təcrid olan insanlar, özlərinə qapanan insanlar çox vaxt cinayətə meyil olur. Təbii ki, bu onları, yenə deyirəm, qurban eləmir. Çünki bu mövzunun özü də qurban psixologiyasını belə romantikləşdirirlər. Bu barədə hansı ki, video çəkmişdim onsuz da. Yəni kənarlaşdırılmaq, diskriminasiya, başına nə gəlirsə gəlsin, heç nə sənə haqq vermir ki, sən cinayətkar olasan, başqasının ən təməl hüququ olan bir hüququnu əlindən alasan, yəni yaşama hüququnu əlindən alasan. Bunu yəni heç cür empatiya qurmaq və yaxud da ki, romantikləşdirmək olmaz. Amma belə bir gerçək də var ki, çox vaxt cəmiyyət tərəfindən diskriminasiya edilən, məsələn, Frankenstein-i qayıtsaq, yəni Frankenstein birdən canavar olmurdu. İnsanlar onu diskriminasiya eləyirdi, o gizləmək məcburiyyətində qalırdı və həsəd aparırdı insanlar, ailə anlayışına həsəd aparırdı, sevgiyə həsəd aparırdı. Amma təcrid olunduğu üçün bir müddət sonra artıq insanlardan pis münasibət gördüyü üçün o canavarlaşırdı. Eyni zamanda onu yaradan Frankenstein, əslində Frankenstein həkimin adı idi, yenə səhv dedim. Yəni o bədheybət əslində həkimin ona elədiyi, yəni yaradıb sonra tərk eləməsi, insanların onu diskriminasiya eləməsi sırf görünüşünə görə, baxmayaraq ki, o insanlara yəni yardım eləyirdi. Məsələn, o hekayədə də danışmışdım ki, odun gətirirdi insanlar ac qalmasın deyə, onlara əvvəl oğurluq eləyirdi, daha sonra onlara yardım gətirirdi. Amma nəticə dəyişmiş, sırf görünüşünə görə insanlar onu ignor eləyir və daha sonra Frankenstein canavara dönürdü. Yəni bu sosial həyatımızda da, günümüzdə də belədir. O bədheybət dediyimiz, diskriminasiya elədiyimiz insanlar görünüşünə görə çirkin olan insanlar olur və daha sonra onlar bir növ canavarlaşırlar. Çünki insan sosial bir heyvandır. Yəni sosiallıq bizim yemək içmək qədər normal bir, sıradan bir tələbatımızdır. Və deməli bu lukizm mövzusunda
Dediyim kimi, əslində ədəbiyyatda da bir çox filmlərdə də, incəsənətdə də bir çox anlayışlar var. Amma bir tərəfdən də ə, gözəllik algısı dediyimiz şey qəribə şəkildə dəyişə bilən bir anlayışdır. Məsələn, Osmanlı dövründə padşahların portretlərində görürük də, yanından onların portretləri çəkilir, fatehlərin. Bunun da səbəbi o qarğa nə qədər burnun qarğa burundursa, qadınlara da bu aid idi. Sən o qədər qüdrətli olduğunu vurğulayır. Yəni rəssam bu portreti çəkərkən xüsusilə burnunu vurğulayır və yaxud da ki, qadınlarda iri burun deməyim, yəni şəkilsiz Barbie burun olmayan burun dəbdə idi. Amma indi məsəl üçün standart şəkildə Barbie burunlar dəbdədir. Və bununla bağlı əslində yaxın zamanda maraqlı bir məqalə oxumuşdum ki, çünki gözəllik algısı, yəni anlayış olaraq, algı olaraq mənə çox maraqlı gəlir. Dəb sektoru bu algını, yəni tamamilə siyasidir, özü istədiyi şəkildə formalaşdırır. Yəni burada bir təbii ki, biznes var, cərrah həkimlər var, estetik həkimlər var və orada yəni pullar qazanılır. Substance filmində məsəl üçün danışmışdım ki, ən təhlükəli, yəni bilmirdi nə olduğunu, dərman qəbul edəndə, yəni ona vəd edilirdi ki, gəncləşəsən. Ətrafda heç bir məlumat yox idi bu dərmanın yan təsirləri barədən, amma o qəbul edirdi. Yəni günümüzdə də görürük ki, qızlar məsələn 10-15 Azərbaycandan gedir söhbət, manata dolğular elətdirirlər. Yəni 10-15 manatlıq dolğuların, kimyəvi maddələrin bədənə vurulması və yaxud da ki, botoksun özü bir əzələni dondurursan, yəni inkişafını dayandırırsan və bununla da bağlı deyirlər ki, yəni yeni bir botoks yeni bir şeydir və ilerleyen zamanda əslində çox pis nəticələri olacaq deyirlər. Ümumilikdə də fikirləşirəm ki, insan nəsli ümumiyyətlə immunitet belə yaranır. Onsuz da bir müddət sonra insanlara estetik əməliyyatlar da normallaşacaq. Amma yəni nə demək istəyirəm? İnsanlar həyatları bahasına belə bu sənin ən dəyərli olduğun şey sənin bədənindir, yaşamağında. Amma sən onu gözün görmür. Yəni o təhlükəli tərəfləri gözün görmür. Sən o 15 manatlıq dolğunu belə elətdirirsən və yaxud da ki, ilkin zamanlarda əslində estetik əməliyyatlar da 20-ci əsrdən etibarən belə yaygınlaşmışdı. Bundan öncəki zamanlarda estetika, məsələn, bir qüsur varsa, tutan əməliyyat, bir qəza keçirtmişsən, tutalım, üzün deformasiya olunubdur. Bu şəkildə plastik əməliyyatlar edilirdi. Amma indi yəni bir deformasiya olmasa belə sadəcə olaraq formasını dəyişmir və bu təbii ki, yəni bunu görməzlikdən gəlmək imkansızdır ki, xəstəlik kimi bir modern insanın, modern qadının deyərəm, xəstəlik yaranır. Çünki mümkün deyil, sən əgər burnunu bəyənmirsənsə, burnunu əməliyyat elətdirəcəksənsə, mütləq şəkildə onun davamı gələcək. Həkimlər özləri də bunu çox yaxşı bilirlər, çünki pul qazanmalıdırlar. Yəni bu mənim özümün də başıma gəlibdi şəxsən ki, mən mezoterapiya eləyirdim. Dəraltı vitamindir, yəni bir estetik proses deyil. Amma davamlı olaraq həkim estetik mənə inandırmağa çalışırdı ki, sənin dolğuya ehtiyacın var, burun dolğusuna ehtiyacın var, nə bilim filan şey, çənə dolğusuna ehtiyacın var. Yəni bunu bir dəfə eləyirsənsə davamı gəlir. Eyni ilə Substance filmindəki kimi, yəni istədikcə istəyirsən və daha sonra artıq bədən çürüyənə qədər estetika elətdirirsən. Və dediyim kimi o dəb barədə jurnalda da mən maraqlı məlumat çıxmışdı ki, yaxın gələcəkdə Barbie burunlar artıq dəbdən düşəcək və yenidən Osmanlı dövründəki o gözəllik algısı var idi, uzun formadakı burunlar. Yenidən o burunlar gözəllik olaraq, dəb olaraq bizim cəmiyyətimizdə yenidən gündəmə gələcək. Yəni bu çox maraqlı gəlmişdi mənə. Bir növ qorxu filmidir elə bunun özüdür ki, yəni o zaman təzədən nə edəcəklər? Barbie burun eləyənlər gedib təzədən burunların o zaman nə bilim uzadacaqlar, şəkillərini dəyişdirəcəklər burnunun. Belə bir situasiya böyük ehtimalla, yəni heç təəccüblənmərəm belə bir şey olsa da, çünki moda sektoru patriarxizmlə belə daha patriarxizmi də tam olaraq əlaqələndirmirəm əslində gözəllik sektoru ilə. Ki, nəyə görə məsələn kişilərin üzərində bu qədər gözəllik qayğısı yoxdur? Niyə görə bu gözəllik yükü ancaq qadınlara yüklənir deyə bir təbii ki, feminizmdə anlayış da var. Amma dediyim kimi bunun artıq təkamülümüzdə və yaxud da ki, hüquqi sistemdə də izləri var. Və adi məsələn sosial həyatda belə iş
iş imkanları olan, məsələn, kiməsə başvurur iş üçün, daha çox görünür ki, görünüşü gözəl olan qadınlar və kişilər daha çox liderliyə yönləndirilir, iş yerində daha aktiv olurlar. Amma məsələn, adi nümunə çəksək, görünüş olaraq diqqət çəkməyən, yəni çirkin və gözəl anlayış əslində yoxdur, algı var, o algılar bizdə yaradılır. Belə deyək də, günümüzün insanının algısıyla çirkin dediyimiz qadın, yəni qadınlar üzərində deyirəm, əsasən fikir versəz, yəni akademik səviyyədə təhsil alırlar, öz üstlərində işləyirlər. Çünki bu qadın bilir ki, gözəl deyil və həyatda necəsə qalmalı, uğur qazanmalıdır. Yəni o gözəlliyi bir növ komfort alaraq adlandırmaq olar. Qadın gözəldirsə, insanlar, kişilər tərəfindən diqqət görürsə, bir növ orada komfort yaranır. Yəni onun əslində oxumağa, öz üstündə gələcək planlamağa ehtiyacı yoxdur. Çünki gözəldirsə, hansısa bir kişini tapacaq və belə deyim, o onu təmin edəcək maddi cəhətdən, həyatda qalması üçün qoruyacaq və yaxud da ki, təmin edəcək. Amma gözəl qadınlarda bu qayğı olmur deyə onlar məcbur şəkildə özlərini inkişaf elətdirirlər. Məsələn, bunu da müşahidə eləmişdim. Yəni ümumilikdə əslində bilmirəm, yəni Avropa, çünki biz düşünürük ki, günümüzdə Avropalı qadınların belə qayğıları yoxdur. Məsələn, Avropada çox standart geyinirlər. Toya getmişdim məsələn mən burada da hətta keflə gəlmişlər toya. Amma bu günlərə gələnə qədər də Avropa qadınlar təkamül olaraq məsələn bizdən daha qəşəng olmalarının səbəbi də onların təbii ki, toplum olaraq təkamüllərini izləsək, bunun da səbəblərini görürük. Gözəllik algısının özünün də, yəni məsələn toplum olaraq Azərbaycanlılar heç estetik hesab eləmək olmaz. Çünki boy balaca, bədən quruluşu yoxdur, görünüş yoxdur. Bunun təbii ki, qohum evliliyi, toplumda demək olar ki, hamı bir-birinə evlidir, hava kirliliyi, keyfiyyətsiz qidalanma, yəni bir çox belə deyim, səbəbləri var. İdmanla məsəl üçün məşğul olunmur, amma Avropada bildiyiniz kimi, yəni saat 5-dən 6-dan insanlar qaçır. Haçan baxırsan, yəni qaçırlar. Yəni havadan gəlmir o fiqura, bədən quruluşu onlara. Amma bizdə məsəl üçün idman dərs məktəblərdə belə dərs olaraq belə boş dərs hesab olunurdu, keçilmirdi. Yəni ümumilikdə götürsək estetikanın bu gedişi bizim cəmiyyətdə, şərq cəmiyyətində deyərdim hətta, hara gedir çox da, yəni ən çox estetika elətdirir. Bu arada çox maraqlı bir şey eşitmişdim ki, ən çox estetika elətdirən ölkə Koreyaymış və bu da çox dəhşətli bir şeydir ki, Koreyalı qadınlar, yəni Asiyalı qadınlar Avropalı qadınlara o həddə, türklərdə özənti söz var. Bunun heç cür Azərbaycan dilindəki qarşılığını tapıram. Özənti deyirlər. O qədər belə onlara özlərini oxşatmaq istəyirlər ki, sırf Avropalı görünmək üçün onların gözlərinin üstündə 2 dənə qapaq olur. Göz üstündə nəsə göz qapağı belə deyim, əməliyyat, estetik əməliyyat elətdirirlər ki, o qapaq getsin. Yəni Asiyalı, çəkik göz olmasınlar ki, bunun da əksinə əslində Avropalı qadınlar eləyir. Məsələn, Bella Hadiddə də görürük ki, çəkik gözlər elətdirirlər, badam göz əməliyyatı deyirlər. Yəni Avropalı qadınlar bir növ elə bil Asiyalılara çəkik göz olmaya meyilli olur. Onlar da əksinə bunlara oxşamaq istəyir. Yəni bu nə həddə bir kompleks özünü dəyər məsələsidir. Amma yenə də deyirəm, bu özünə güvən məsələsində sırf qadının intellekti ilə, nə bilim, özünə dəyəri ilə də ölçmək də olmur. Çünki dediyim kimi, yəni fakt, görünüşün gözəl deyilsə, sən bir iş müraciəti eləyəndə belə iş belə ala bilmirsən, qəbul almırsan. Gözəl görünüşün varsa, hətta müəllim-şagird münasibətlərinə də təsir edir və hətta ən dəhşətlisi məsəl üçün bizdə hər il yeni ildə Xınalıq tərəflərdə, sizin Quba bölgələrində məsəl üçün Şaxta baba geyimində gedirlər, uşaqlara hədiyyə paylaşırlar, çox qəşəng kampaniyadır. Amma məsələn orada şəkillərdə belə fikir versəz, həmişə rəngli gözlü uşaqları iri fonda, yəni çəkirlər şəkillərini. Yəni orada belə görünüşü, yəni çirkin uşağın şəklini çəkib paylaşmasına və yaxud da ki Suriyada, Fələstində daha doğrusu tez-tez müharibənin ortasında uşaqların şəkillərini paylaşılır, uşaqların gözlərinin fonda şey edirlər, yəni gözə soxurlar, daha vurğulayırlar deyim. Yəni gözəl olduğu üçün bu ölməyə heç layiq deyil. Amma çirkindirsə, yəni o heç kimin diqqətini deyil kimi bir algı var və yaxud da ki adi uşaq ölümləri olur da, məsələn. O uşaq ölümündən 5 uşaq ölübsə, onların içində estetik olaraq biri daha diqqət çəkicidirsə, həmişə onun şəkillərini çox çəkirlər. Yəni
bu qəşəng idi, bunun qəşəng olduğu üçün ölümü daha dəhşətlidir kimi. Yəni çirkindirsə, onsuz da o heç kim üçün əhəmiyyətli deyil, onu romantikləşdirmək olmur. Yəni həyatımızın hər sahəsinə bu estetik, bu lukizm dolayı yolla da olsa təsirini göstərir ki, biz bunun fərqində deyilik, fərqində olmadığımız üçün də bu mövzunu müzakirə edəndə sırf qadınlar üzərində lağ eləyirik ki, hamı, yəni bu da təbii ki, belə deyim, danılmaz həqiqətdir. Yəni burada bir problem yoxdur hamının eyni burun əməliyyatı eləməsini ələ salmaq. Yəni hardasa mən buna da qatılıram. Amma bir tərəfdən də yəni bunu müzakirə eləyəndə bu səviyyədə müzakirə eləməyimiz mənə doğru gəlmir. Çünki dediyim kimi, yəni gözəllik dediyin şey iş əldə eləyirsən, partnyor əldə eləyirsən, ailə qurursan, nəsil davam elətdirsən. Yəni bütün həyatımızın hər sahəsinə gözəlliyimiz, görünüşümüz təsir eləyir. Və təbii ki, bu səbəbdən yəni əlbəttə ki, gözəl olmağa çalışacağıq. Əlbəttə ki, yəni haqlı olaraq da gedib bəyənmədiyimiz tərəflərimizi düzəlişdirəcəyik ki, kişilər bizi qəbul eləsin və yaxud da ki, cəmiyyət bizi qəbul eləsin və yaxud da ki, iş yerində yüksələk. Bu istər geyim olaraq da belədir. Yaxşı vəzifə, yəni bir adamı geyimi ilə qarşılayırlar, danışıqlı yola salırlar kimi bir fikir var. Məsəl üçün geyimin belə birbaşa təsiri var və yaxud da ki, istifadə etdiyimiz telefonların markasının, geyimlərimizin markasının belə bir növ oturduğumuz yerlər belə bizim bir növ hansı qrupa aid olduğumuzu qayğısıdır. Yəni məsələn mən Starbucksda otururam. Yəni bu müəyyən bir kütlə var, oliqarx bir kütlə var deyək ki, imkanı yaxşı olan kütlədir. Yəni sən o kütləyə aid hiss eləmiş olursan orada oturmaqla və yaxud da ki, marka geyinməklə. Çünki tutam hamı Gucci-dən geyinə bilmir, amma sən geyinərək özünü bir qrupa, bir səviyyədə olan insanlarla eyniləşdirirsən. Yəni bu əslində çünki bununla müzakirə eləyəndə deyirik ki, bu qədər pul bu geyimi verə bilərmi? Sən orada bir status alırsan bir növ. Yəni ümumilikdə bu gözəllik lukizm anlayışının ən dəhşətlisi dediyim kimi hüquqi müstəvidə, hüquqa, ədalət anlayışımıza, estetikanın birbaşa təsiri mövzusunda da araşdırmalar apara bilərsiniz. Təkamülümüzdəki izlərini də görə bilərsiniz və yaxud da ki, sosial ədəbiyyat oxuyaraq sosial cəmiyyətdə görünüşümüzün nə qədər özəl olduğunu görə bilərsiniz. Məktəblərdə belə, uşaqlar üzərində belə deyirəm ki, bu şeyi mən özümdə də yaşadığım üçün bilirəm ki, yəni seçilir. Uşaqlar arasında belə fərq var görünüşlə bağlı və bu barədə Frankenstein təbii ki, Frankenstein hər mövzudan belə fəlsəfi tərəfdən də insanı düşündürür, Tanrı və insan münasibəti var idi, sorğulaması, yaradılış hekayəsi var idi, o deməli kitabın analizində danışmışdım. Bu mövzudan da Frankenstein oxuya bilərsiniz və yaxud da ki, Tim Burton'un dediyim kimi filmlərini, animasiyalarını izləyə bilərsiniz və başqa tərəfdən tədqiqatları oxuya bilərsiniz. Ted Bundy-də məsəl üçün, özəlliklə Ted Bundy mənə çünki çox dəhşətli gəlmişdi, yaxın tarixi olduğu üçün də bu barədə də çoxlu videoları var, onlara da baxa bilərsiniz.